belə bu cür ləzzətlisini hazırlamayıb. Bir restoran düşünün, yarpaq dolmasını ev ləzzətində hazırlayırlar. Çəngəl bıçağı buraxıb insan əli ilə dalmaq istəyir yeməyə. Eynilə mənim elədiyim kimi burada nəinki yarpaq dolması, nəinki qazan yeməkləri, fast foodundan tutmuş ləzzətli içkilərə qədər, salatından tutmuş məzəsinə qədər hər şeyi ən mükəmməl səviyyədə hazırlamışdılar. Həzi Aslanovda təsadüfən qarşıma çıxan bu restoranda çox ləzzətli yeməklər yedim, istədim sizinlə də bölüşüm. Sezar salatı, pizza, klap sendviç, nar qovurma, yarpaq dolması, xırt-xırt badımcan salatı, Sezar roll və müxtəlif dadlı içkilər götürmüşdük. İnanın mənə hər şey qoyuram bir kənara. Nar qovurmanın və yarpaq dolmasının dadı damağımdan getməyib hələ də. Bəlkə çoxunuz fast foodun ləzzətli olub olmamasını seçə bilməzsiniz, amma sırf yarpaq dolmanın, nar qovurmanın ləzzətli olub olmadığı aydın bilinir axı hər yerdə. Bura ən ləzzətli verilən məkanlardan bəlkə elə birincisi oldu mənim üçün. Mazarala çubuqlarından, kartuşka firdən qətiyyən yağ dadı gəlmirdi. Xırt-xırt badımcan salatı masada 1 saatdan sonra belə xırtıldayırdı. Buranın istər çox böyük, istərsə də kiçik kabinetləri var. Üstəlik çox böyük zal da var. Hər bir kabinetdə PlayStation 5-dən istifadə olunur. Hətta zalın içində belə ara kəsmələr var ki, rahat şəkildə dostlarınızla, ailənizlə gəlib əyləşə bilərsiniz. Tam ailəvi bir məkandır. Biz gedəndə kabinetlərdə çoxlu ailə ad günləri var idi. Ona görə də bəzi böyük kabinetləri sizin üçün çəkə bilmədim, lakin zalı tam ətraflı şəkildə göstərmişəm. Şeşkoşalan çox rahat bir yerdə Həzi Aslanov metrosunun tam yaxınında yerləşir.